meydan hərəkatı, Qarabağla bağlı və Ermənistan ərazisində soydaşlarımıza qarşı soyqırım əleyhinə kütləvi hərəkatla başlasa da, 1990-cı ilin əvvəllərində Qarabağ ermənilərdən dinc nümayişlə alınmalı qərarına gəlindi və xalq imperiyadan Qarabağda daxil bütün Azərbaycanı tələb edirdi. Başdan sürülmüş balığa bənzər Sovet imperiyası bunu dərk edirdi. Özü də dinc yolla bu nümayişləri yatırmamaq qərarına gəldi. Qan tökmədən, qan vermədən xalq Qarabağı tələb edirdi. İmperiya isə qana susamışdı. 131 yanvar şəhidinin heç birinin silahı yox idi. Bu qanlı divan idi. İmperiyanın bacardığı qanlı qətl, silahsız xalq üzərində qələbə çalmaq, Soğan və Balıqbaş Sovet dövlətinə dağılması hesabına başa gəlməli idi. Belə də oldu.